Salam, bugünkü dərsimiz kartoqrafik təsvir vasitələri, yəni plan, xəritə və qlobus, bir də miqyas mövzusudur. Kartoqrafik təsvir vasitələrindən olan plan kiçik ərazilərin təsviridir. Yəni planda kiçik ərazilər göstərilir. Planda yəni miqyas olaraq böyük miqyaslı olur. Yəni planın miqyası 1 bölünsün 10.000 və ondan böyük. Yəni 1 bölünsün 4.000, 7.000 olur. Rəqəm olaraq 4.000, 10.000-dən böyük kiçik olsa da, miqyas olaraq 4.000, 10.000-dən böyükdür. Yəni belə təsəvvür edin ki, bir ərazini biz 10.000 dəfə kisildək, bir də var ki, bir ərazini 4.000 dəfə kisildək. Əlbəttə ki, 4.000 dəfə kisildəndə daha böyük olacaq. Yəni ona görə də 1 bölünsün 4.000 miqyas olaraq 1 bölünsün 10.000-dən böyük olur. Planda kiçik ərazilər təsvir olunur. Planda nisbi və mütləq hündürlüyü tapmaq mümkündür. Yamacın istiqamətini müəyyən etmək mümkündür. Çay şəbəkəsinin sıxlığını təyin etmək mümkündür. Ərazidə plan alma aparılarkən iki cür plan alma aparılır. Havadan və yerüstü plan alma. Havadan plan alma daha mürəkkəb ərazilərdə, dağlıq relyefə malik, çökəklikləri olan ərazilərdə aparılır. Yerüstü plan alma isə özü də iki yerə bölünür. Dəqiq və gözəyarı plan alma. Dəqiq plan alma dəqiq alətlər olan teodolit və bussol alətləri ilə aparılır. Gözəyarı plan almada isə xətkeş, ruletka və digər alətlərdən istifadə edilir. Gözəyarı plan alma özü də iki növ vardır. Qutb plan alması, bir də marşrut plan alması. Qutb plan alması bir nöqtədən aparılır. Bir nöqtə quraşdırılır, yəni bir nöqtə qurulur. Həmin nöqtədə gözəyarı qutb plan almanın alətlərindən olan menzula aparatı quraşdırılır. Menzula aparatı 3 dirəkli aparatdır və üzərində əsasən planşet olur və həmin planşetin üzərində yəni qeydlər aparılır və buradan belə deyək, müşahidələrlə ölçmələr aparılır bir nöqtədən və həmin ölçmələr həmin planşetə köçürülür. Bu qutb plan almasıdır. Marşrut plan almasında isə əvvəlcə bir nöqtə qurulur. Orada menzul aparatından yenə də müşahidələr aparılır. Sonra digər bir nöqtə qurulur. Yəni təsəvvür edin ki, bu arada bir hündür yeri var. Biz bunun belə deyək, bu tərəfini görə bilmirik və burada məcburən yeni bir nöqtə quraşdırmalıyıq və orada yenə də həmin aparatı quraşdırıb yenə də müşahidələr aparmalıyıq. Sonra burada da bir nöqtə, yəni bir neçə nöqtədə aparılır. Yəni adından da göründüyü kimi marşrut, yəni avtobus marşrutları kimi bir neçə nöqtədən aparılır. Yəni digər biz kartoqrafik təsvir vasitələrinə əgər bu cədvəldəki kimi baxsaq, deməli məhəllin planının miqyası 1 bölünsün 10.000 və ondan böyük olur. Təsvir forması, yəni müstəvi üzərində təsvirdir. Miqyasın kəmiyyəti əsasən sabit olur. Ərazi daha çox məhdud ərazi, yəni kiçik ərazilər verilir, yəni az ərazilər verilir. Təsvirin müfəssəlliyi yüksəkdir. Yüksəkdir odur ki, yəni belə deyək, daha dəqiq təsvir olunur. Yəni müfəssəllik yəni daha dəqiq təsvir olunur. Çünki miqyas böyük olduğu üçün daha dəqiq təsvirlər aparılır. Generalizasiya kiçik olur. Generalizasiya nədir? Generalizasiya ümumiləşdirmə deməkdir. Yəni biz tutaq ki, deyək, bir ərazini, məsələn, torpaq örtüyünün planını çəkərik və yaxud xəritəsini çəkərik. Yəni torpaq örtüyünün plan və yaxud xəritəsini çəkiriksə və yaxud yəni göstəririksə, burada daha çox çalışmalıyıq ki, biz torpaq xüsusiyyətlərinə aid belə deyək, komponentləri göstərək. Məsələn, burada artıq dağları, düzənlikləri, ovalıqları, çayları, gölləri göstərməyin yəni mənası yoxdur. Ona görə bu çaylar, göllər, dağlar, düzənlikləri ixtisar eləməliyik, yəni ümumiləşdirməliyik. Həmin o təsvir eləyəcəyimiz müstəvi üzərindəki plandan və yaxud xəritədən çıxartmalıyıq. Ona görə buna generalizasiya deyilir və böyük miqyaslarda generalizasiya kiçik olur. Dərəcə toru yoxdur, yəni paralel meridianlar olmadığı üçün dərəcə toru və coğrafi koordinatlar planda olmur. Cəhdləri tapmaq olur. Şimal-cənub oxuna görə biz planda cəhdləri tapa bilərik. Yerin kürəvili əyriliyi nəzərə alınmır. Yəni çünki kiçik əraziləri təsvir etdiyi üçün, yəni yer kürəsini tam təsvir eləmədiyi üçün yerin kürəliliyi nəzərə alınmır. Tərif olmur. Təhrif nədir? Tərif də belə deyək, kürə formasında olan yeri biz müstəvi üzərinə köçürərkən orada bəzi səhvlər yaranır. Məsələn, dərəcə səhvi yarana, bucaq səhvi yarana bilər, uzunluq səhvi yarana bilər meridianların uzunluğunda. Sonra sahə tərifləri, yəni səhvləri yarana bilər. Məsələn, Qrenlandiyanın sahəsi Avstraliyanın sahəsindən böyük görsənə bilər, yəni xəritə üzərində. Buna tərif deyilir və tərif planda olmur. O yalnız xəritədə olur. Digər təsvir vasitələrimizdən biri də xəritədir. Xəritə yerin kisildilmiş, ümumiləşdirilmiş və miqyaslı təsviridir. Xəritə miqyasına görə 3 yerə bölünür. Böyük miqyaslı, orta miqyaslı və kiçik miqyaslı.
böyük miqyaslı xəritələrə həmçinin topoqrafik, orta miqyaslı xəritələrə icmal topoqrafik, kiçik miqyaslı xəritələrə isə icmal xəritələr deyilir. 1 bölünsün 10.000 və 200.000-dən böyük, yəni 200.000 arasında olan xəritələr böyük miqyaslı, yəni topoqrafik xəritələrdir. Baxın, 1 bölünsün 10.000-ə dək plan idi. 1 bölünsün 10.000 və 200.000 arasında böyük miqyaslı, 1 bölünsün 200.000 və 1 milyon arasında orta miqyaslı, 1 bölünsün 1 milyon və ondan kiçik miqyaslı olur. Miqyasın kəmiyyəti müxtəlifdir, yəni dəyişkəndir. Əsasən dünya və onun böyük ərazilər təsvir edilir. Daha sonra təsvirin müfəssəlliyi müxtəlifdir. Məsələn, böyük miqyaslılar daha dəqiq, daha müfəssəl olduğu halda kiçik miqyaslı, yəni 1 bölünsün 1 milyon, 2 milyon, 3 milyon, 4 milyon, yəni kiçik getdikcə belə deyək, miqyas kiçildikcə təsvirin müfəssəlliyi də azalır. Yəni müfəssəllik daha dəqiqlik də azalır. Generalizasiya da müxtəlifdir. Yəni bayaq da dediyimiz kimi böyük miqyaslarda ümumiləşdirmə az olur, kiçik miqyaslarda ümumiləşdirmə çox olur. Ona görə də məsələn böyük miqyaslı, məsələn 1 bölünsün 20.000-də generalizasiya daha çoxdur. Yəni daha azdır. Nəinki 1 bölünsün 2 milyonda. Məsələn 2 milyonda generalizasiya daha çoxdur. Çünki 2 milyonda daha böyük ərazilər göstərilir. Kiçik miqyaslıdır, yəni daha böyük ərazilər göstərilir və ixtisarlar çox aparılır. Dərəcə toru, yəni kartoqrafik şəbəkə adlanır. Dərəcə torunu burada biz meridian və paralellərə görə tapa bilərik. Yəni meridianlar və paralellər göstərildiyi üçün biz coğrafi koordinatlarını tapa bilərik. Daha sonra cəhətlərin təyinini tapmaq üçün meridian və paralellərdən istifadə olunur. Belə ki, meridianlara görə şimal və cənubu, paralellərə görə isə şərq və qərbi göstərə bilərik. Amma planda məsələn belə deyildi. Planda şimal və cənub oxuna görə tapa bilirdik. Yerin kürəvliliyi nəzərə alınır. Kartoqrafik proyeksiyadır. Həmçinin tərif vardır. Yəni xəritədə tərif olur. Qlobusda miqyasına görə 3 yerə bölünür. 1 bölünsün 30 milyon böyük miqyası, 1 bölünsün 50 milyon orta miqyası, 1 bölünsün 83 milyon kiçik miqyasıdır. Yerin kiçildilmiş modelidir, yəni kürə formasında göstərilir. Qlobusda da əsasən dünya təsvir olunur. Təsvirin müfəssəlliyi çox aşağıdır. Çünki qlobusda miqyas çox kiçik olduğu üçün təsvirin müfəssəlliyi aşağıdır. Generalizasiya çox böyükdür. Dərəcə toru coğrafi şəbəkə adlanır. Dərəcə torunu, belə deyək, coğrafi koordinatları tapmaq olar. Həmçinin cəhətlərin təyini də mümkündür. Yenə də meridianlara görə şimal və cənub, paralellərə görə şərq və qərb istiqamətini tapmaq olar. Həm qlobusda da, həm xəritədə də yerin kürəvliyi nəzərə alınır. Yəni çünki yerin zaten kiçildilmiş modelidir. Tərif də olmur. Baxın, tərif nə planda, nə də qlobusda olmur. Yalnız və yalnız xəritədə olur. Xəritələr həmçinin məzmununa görə də 3 qrupa bölünür. Yəni miqyasına görə 3 qrupa bölündü. Biz dedik ki, böyük miqyaslı topoqrafik xəritə, orta miqyaslı icmal topoqrafik xəritə, kiçik miqyaslı da icmal xəritə adlanırdı. Məzmununa görə də xəritələr 3 qrupa bölünür. Bunlar ümumi coğrafi, tematik və kompleks xəritələrdir. Ümumi coğrafi xəritələr fiziki və iqtisadi xəritələr daxildir. Məsələn, Azərbaycanın fiziki xəritəsi, məsələn, Rusiyanın iqtisadi xəritəsi, Lənkəranın iqtisadi xəritəsi, Bakının fiziki xəritəsi. Yəni bir sözlə fiziki və iqtisadi sözü olan xəritələr ümumi coğrafi xəritədir. Çünki ümumi coğrafi xəritədə bütün coğrafi obyektlər, yəni çaylar, göllər, faydalı qazıntılar eyni səviyyədə əks olunur. Bildiyimiz böyük miqyaslı, yəni topoqrafik xəritələr də ümumi coğrafi xəritələr qrupuna aiddir. Sonra tematik xəritələr var. Tematik xəritə adından da göründüyü kimi xəritədə hər hansı bir mövzu, yəni bir temadan söhbət gedir. Bir mövzu və yaxud hadisədən söhbət gedir. Yəni bir temadan söhbət gedir. Məsələn, iqlim xəritəsi, torpaq xəritəsi, bitki örtüyü xəritəsi, kənd təsərrüfatı xəritəsi, siyasi inzibati xəritə, əhalinin sıxlığı xəritəsi. Yəni bunlar bir mövzudan danışdığı üçün bunlar tematik xəritə qrupuna aiddir. Digər xəritələrimizdən biri də kompleks xəritədir. Kompleks xəritələrdə isə bir neçə təbii və sosial-iqtisadi proseslərin təsvir edildiyi xəritələr. Yəni burada bir neçə temadan söhbət gedir. Ən məşhur kompleks xəritəmiz təbii zonalar xəritəsidir. Həmçinin sinoptik xəritələr, geoloji quruluş, faydalı qazıntılar xəritəsi də kompleks xəritələr növünə aid edilir. Sinoptik xəritələr də hava haqqında, hava proqnozu haqqında olan xəritələrdən biridir. Plan və qlobusda yalnız baş miqyası olur. Yəni belə deyək, baş miqyas, yəni planın, qlobusun və ya xəritənin kənarında yazılan miqyas, yəni ərazinin neçə dəfə kisildiyini göstərir. Amma xəritədə həmçinin xüsusi miqyas da olur. Xüsusi miqyas da bayaq dedik ki, biz tərif yalnız xəritədə olurdu. Yəni səhvlər yalnız xəritədə olurdu. Və həmin o səhvlərdə dəqiq ölçü işləri aparmaq üçün biz xüsusi miqyasdan istifadə edirik.
Miqyas dediyimiz kimi, miqyas yəni ərazinin neçə dəfə kisildiyini göstərir. Tutaq ki, deyək biz bir ərazini təsvir eləmək istəyiriksə, kağız üzərində, müstəvi üzərində, biz yəni o ərazini olduğu kimi təsvir eləyə bilmərik. Əlbəttə ki, bunu kiçiltməliyik ki, buna da miqyas deyilir. Miqyasda ümumilikdə 3 anlayış vardır. Yəni 3 yerə bölünür. Ədədi miqyas, izahlı miqyas və xətti miqyas. Ədədi miqyas, yəni ədədlə göstərilən miqyası, məsələn 1 bölünsün 100.000. Bu ədədi miqyasdır. Əgər biz bunu izahlı kimi versək, bu olacaq 1 santimetrdə 100.000 santimetr. Yəni bu bizə bunu bildirir ki, yəni xəritədə olan 1 santimetr və yaxud plan fərqi yoxdur. Yəni bir sözlə xəritədə və yaxud qlobusda olan 1 santimetrlik bir ərazi real həyatda 100.000 santimetrdir. Yəni bunu belə deyək, bu 1 santimetri almaq üçün yəni 100.000 santimetr belə deyək kisildiblər də, yəni həmin əraziləri. Məsələn, və yaxud indi biz bunu əgər metr və yaxud kilometrlə ifadə eləmək istəyiriksə, çox vaxt, yəni daha rahat olsun deyə, məsələn 100.000 santimetri biz belə deyək, kilometrə çevirsək, bu 1 kilometr eləyəcək. Amma yəni çox rahat hesablaması üçün kilometrlə ifadə eləmək üçün sondan 5 sıfır silməliyik. Məsələn 1, 2, 3, 4, 5. Yəni 1 santimetrdə 1 kilometr olacaq. Metrlə ifadə eləmək üçün isə 2 sıfır silməliyik. Yəni 1 santimetrdə 1000 metr olacaq. Yəni bu o deməkdir ki, yəni yenə dediyimiz kimi, xəritədə olan 1 santimetrlik məsafə real həyatda 1 kilometrdir. 2 santimetrlik məsafə 2 kilometrdir. Yəni biz onu belə deyək, 1 kilometr kisildiblər. Yəni kiçik formaya sarıblar. Xəritədə yəni məsələləri həll etmək üçün biz bunu yəni indi də xətti miqyası da göstərək. Xətti miqyası göstərmək üçün baxın, əvvəlcə xətt çəkilir. Bura kilometr yazılır. Lap əvvələ də 1 yazılır. Çünki hər 1 kilometrdən 1 dəyişəcək. Sonra 0, sonra 1, 2, 3, 4 belə də yazılacaq. Miqyas məsələləri mühüm məsələlərdən biridir. Yəni miqyasda məsələləri həll etmək üçün xəritədəki məsafə, həqiqi məsafə və miqyasdan istifadə edilir. Belə ki, xəritədəki məsafəsi santimetr, xəritədəki sahə isə santimetr kvadratla göstərilir. Həqiqi məsafə kilometr, sahə isə kilometr kvadratla, miqyas da göstərdiyimiz qayda ilə dedik. Gəlin məsələlərimizə baxaq. Deyir, 1 bölünsün 200.000 miqyaslı xəritədə çayın uzunluğu 12 santimetr olarsa, çayın həqiqi uzunluğunu tapın. Baxın, bizə burada miqyas verilib, xəritədəki məsafə də verilib. Çünki xəritədə deyir 12 santimetrdir. Bizdən də həqiqi məsafəni, yəni kilometrlə olan həqiqi məsafəni istəyir. Əvvəlcə gəlin miqyasımızı, yəni ədədi olan miqyası izahlı miqyasa çevirək. Biz də dedik ki, izahlı miqyasa, yəni kilometrə çevirmək üçün 5 sıfır silməliyik. Baxın, 1, 2, 3, 4, 5. Yəni 1 santimetrdə 2 kilometr olacaq. Baxın, təsəvvür edin ki, xəritədə olan, yəni miqyas 1 santimetrdə 2 kilometrdir. Bizdə də bir çayın uzunluğunu xəritədə hesablamışıq, bu da 12 santimetrdir. İndi biz tapmalıyıq ki, bu 12 santimetr neçə kilometrdir? Yəni tənasübü rahat şəkildə qura bilərik. 1 santimetrdə 2 kilometr, 12 santimetrdə x kilometr, x də buradan bərabər də olacaq 24 kilometrə. Sonra digər məsələmizdə deyir ki, 1 bölünsün 5 milyon miqyaslı xəritədə yolun həqiqi uzunluğu 2 kilometr olarsa, yolun xəritədəki məsafəsini hesablayın. Yenə də gəlin əvvəlcə ədədi miqyası izahlı miqyasa çevirək. Yəni 1 santimetrdə 50 kilometr olacaq. Çünki 5 sıfır silsək, burada 50 kilometr qalacaq. İndi 1 santimetrimiz 50 kilometr, x santimetrimiz də 2 kilometrdir. Buradan da x bərabərdir 0,4 santimetr olacaq. Yəni həmin o məsafə xəritədə 0,4 santimetrdir. Daha sonra dəmir yolunun həqiqi uzunluğu 40 kilometr, xəritədəki məsafə 5 santimetr olarsa miqyası tapın. Baxın, artıq burada bizə miqyası istəyir. 5 santimetrimiz real həyatda 40 kilometrdir. Baxın, yazırıq 5 santimetrə 40 kilometr. İndi biz tapaq ki, 1 santimetrimiz neçə kilometrdir? Yəni miqyasımız nə qədər? Bu da 1 santimetrdə 8 kilometr cavab alarıq. 8 kilometr indi miqyas bu, izahlı miqyasdır. Biz bunu ədədi miqyasa çevirmək üçün 8 kilometr olduğu üçün kilometrə 5 dənə sıfır əlavə eləməliyik. Bu da olacaq 800.000, yəni 1 bölünsün 800.000. Sonra 32-ci məsələ deyir ki, 1 bölünsün 400.000 miqyaslı xəritədə uzunluğu 12 santimetr olan yol digər xəritədə 6 santimetr olarsa, ikinci xəritənin miqyasını tapın. Bizdə artıq burada iki xəritədən söhbət gedir. Deməli, birinci xəritədə bizə miqyası veriblər. Xəritədəki məsafəni də veriblər. Digər xəritədə isə xəritədəki məsafəni verib miqyası istəyirlər.
Amma biz indi digər xəritədə, əgər xəritədəki məsafə verib bizdən miqyası istəyirlərsə, deməli biz orada həqiqi məsafəni bilməliyik. Həqiqi məsafəni də birinci məsələdən tapmalıyıq. Yəni birinci xəritədən tapmalıyıq. Birinci xəritədə də 1 santimetrimiz 4 kilometr olacaq, 12 santimetrimiz də x kilometr, x də buradan bərabər də olacaq 48 kilometr. Yəni həqiqi məsafəmiz olacaq 48 kilometr. İndi 6 santimetrimiz, yəni çünki miqyasa baxın, miqyas belə deyək, xəritədəki məsafə ikinci xəritədə 6 santimetrdir. İndi 6 santimetrimiz 48 kilometrdir, həqiqi məsafəni tapdıq. 1 santimetrimiz də x kilometrdir. Buradan da x bərabərdir 8 kilometr olacaq və bunu da miqyasa çevirsə, yəni ədədi miqyasa 1 bölünsün 800.000 olacaq. Digər məsələmiz deyir ki, 1 bölünsün 2 belə deyək 2 milyonluq miqyaslı xəritədə çayın uzunluğu 4 santimetr olarsa, 1 bölünsün 4 milyon miqyaslı xəritədə neçə santimetr olar? Yenə də burada miqyas verilib, xəritədəki məsafə verilib. Biz həqiqi məsafəni buradan tapmalıyıq. Sonra həmin həqiqi məsafə əsasında digər xəritədə neçə santimetr, yəni xəritədəki məsafəni tapmalıyıq. Burada da yenə də 1 santimetrdə 20 kilometr, 4 santimetrdə x kilometr. X buradan olacaq 80 kilometr. Yəni həqiqi məsafəmiz oldu 80 kilometr. Sonra 1 santimetrdə 40 kilometr, yəni digər xəritənin miqyası. X santimetrdə 80 kilometr, x də buradan bərabərdir 2 santimetr olacaq.